İndi İsa'nın sözlərində düşünməli olduğumuz vacib bir anlayışa çatırıq. Ananız, atanız, qardaşınız, bacınız, oğlunuz ya da qızınız vəfat etmiş olsa belə, onların dəfn mərasiminə getməyi və ya onları dəfn etməyi, Allahın xəlifəsini dəstəkləmək missiyasının önünə qoymaq, Allahın gözündə qəbul edilməz bir davranışdır. Bəli. Və bu bir nöqsandır. Yaxşı, niyə nöqsandır? İsa cümləsində bunu əsasən ölülərlə vaxt keçirəcəyiniz üçün belə cavablandırır. Bəli, ölülər ölüləri dəfn edir. Bu çox maraqlı bir ifadədir. Artıq bilirik ki, əslində həyatda olan yeganə insanlar Allahın işlərini görənlər, Allah üçün çalışanlardır. Sadəcə iman edənlər deyil. Möminlərə gəlincə, onlar iman etmiş ola bilərlər, amma onlar da ölüdür. Həyatda olan və həyatla dolu olan möminlər yalnız Allahın padşahlığını qurmaq üçün fəal şəkildə çalışan möminlərdir. Çalışmayanlar isə ruhən ölüdür.